Qərbi Kaspia Universitetinin tələbəsi faciəli şəkildə vəfat edib. Bu haqda universitet sosial şəbəkə hesablarında məlumat yayıb. Bildirilib ki, universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Fakültəsinin İnformasiya Texnologiyaları ixtisasında təhsil alan 5-ci kurs tələbəsi İkram Şahbalayev dəm qazından boğularaq dünyasını dəyişib. Siyəcəndə 11-ci sinif şagirdi Həlimə Mayılova vəfat edib. Bu barədə rayonun Səbuhi Zeynalov adına Böyük Həmiyə kənd tam orta məktəbindən bildirilib. Məktəblinin böyrək çatışmazlığından əziyyət çəkdiyi deyilir. Allah rəhmət eləsin. Lənkəranda toyda ölüm hadisəsi olub. Hadisə Lənkəran şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, Cəllabadın Qarayar kəndindən Lənkərana bacısı qızının toyuna gedən 1976-cı il təvəllüdlü Səyyad Yaqubovun halı anidən pisləşib. O, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə kişi ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır.